Bir daha sabahınız xeyir, azad Azərbaycanlılar. Çox vacib bir mövzuyla başlamışıq proqramımıza və vacib mövzuyla da davam edirik. Proqramımızın qonaqlı hissəsinə keçəcəyik hazırda və əvvəlcə bir məqamı demək istəyirəm. Bəzən insanlar öz avtomobillərinə daha yaxşı baxırlar, nəinki öz səhhətlərinə. Amma gəlin unutmayaq ki, ən böyük, ən önəmli nəqliyyatımız elə ilk olaraq özümüzdür, öz ayaqlarımızdır, öz əllərimizdir ki, bizə daha çox lazımdır, gəlin səhhətimizdən başlayaq. Və sizə belə bir sual vermişik ki, həkim müayinəsində son dəfə nə vaxt olmusunuz, olmamışsa bunların səbəbini soruşmuşduq və hazırda qonağımı təqdim edirəm. Qonağım Aytən Babaxanovadır, İnnovativ Endokrin Mərkəzinin rəhbəri. Xoş gəldiniz, xoş gördünüz. Xoş gününüz olsun, necəsiniz? Təşəkkür edirəm Aytən xanım, yaxşı olasınız və siz artıq bizə tanışsınız. Ötən dəfə də çox maraqlı bir müzakirəmiz oldu. Bununla bağlı tamaşaçılarımız da yazmışlar bizə. Elə tamaşaçılarımız demişkən, gəlin bizim maraqlı bir sorğumuz var. Onunla başlayaq, izləyək. Sonra həm də sorğuyla bağlı da münasibətinizi öyrənərik və davam edərik. Sorğunu izləyək. Sonuncu dəfə həkim müayinəsində vaxt keçmişsiniz? Sonuncu dəfə keçən həftə həm özüm üçün, həm uşaq üçün. İndi də hal-hazırda elə həkim müayinəsinə gedirik. Yox bəy, həkim yoxlanışları biraz tərəddüd etdiyimiz bir şeydir. Çünki etibar yoxdur. Yəni əvvəllər çox keçmiş, amma hal-hazırda etibar etdiyimiz çox azdır. Yəni. Ailə həkim olsun. Amma bizdə belə mexanizm yoxdur. Biz gəlirik poliklinikaya, deyirlər sizin uçuskovi kimdir? Bu mexanizmi gərək gücləndirmək lazımdır. Ailə həkim. 71 yaşım var, maşallah, yaxşıyam. Mən özümü yeməklər, qidalarla, mən özümü həkimlə müalicə edirəm. Məsələn, kələmdir, çıxındırdır, kökdür, yerdən çıxan nələr var, mən onlarla qidalanıram. Əsas onlarla, meyvələrlə. Mən də ölü qidalarla qidalanmıram. Pişmiş yeməklər yemirəm. Əksər insanlar yəni yoxlanmır. Amma demək olar ki, ən azından 6 aydan, 3 aydan bir olmazsa ən azından 6 aydan bir yoxlanmalıdır. Demək olar ki, özümüzdə də, yəni hansı bir səhhətimizdə problem olan zaman müraciət edirik, o da artıq gec olur. Adətən 6 aydan bir çalışıram, həkim check-uplarına gedim. Növbələr və s. insanları yorur. Amma özəl klinikadırsa təbii ki, keyfiyyət daha yaxşıdır. Poliklinika dövlət tibb müəssisəsidirsə təəssüf ki, bir o qədər qane etmir. Zavod daxil keçirik, ildə bir dəfə dövr təlimatla. Sığorta ilə keçirəm də mən. Başqa mənim həkimlər var ki, biraz firma dərmanları yazırlar, bahalı olur, çatdırıb cəmaət ala bilmir. Firmanın da bir yerə xeyri var, 5 yerə ziyanı var. Keçmiş baha çox bağlıdır. Bu yaxından keçmişəm, uzi, bütün orqanizmimdə nə var, hamısından keçmişim. Şükür Allaha, yaxşıdır. 6 aydan bir deməzəm, əgər ehtiyacı olursa, nədənsə narahatçılıq olursa, onu da keçirik yəqin ki. İcbari sığorta deyirlər, onu da gedirik. Məsələn, icbari sığorta ilə oranda gedirik, ancaq elə vaxt təyin edirlər ki, artıq o vaxt sağalırıq. Həkim yoxlanışından full keçmirəm. Gözümü 6 aydan bir yoxladıram. Başqa bir yoxlanışa girmirəm. Sonuncu dəfə mən keçmişəm 4-cü ayda. Çox gözəl də qulluq, çox gözəl qəbul edirlər, müalicəvi dərmanlar yazırlar. İzlədik, çox maraqlı cavablar aldıq və yeri gəlmişəm bir məqamda deyim ki, endokrinoloq var studiyamızda. Suallarınız olarsa ünvanlaya bilərsiniz, elə yerində canlı Aytən xanım cavablandıracaq. Aytən xanım izlədik sorğunu və bir neçə məqam diqqətimi çəkdi. Özüm öz həkiməm deyən bir ağsaqqal da var idi, müayinə zamanlarını deyən insanlar vardı. Ümumiyyətlə, gəlin başlayaq insanın özü öz həkim olmağından. Çox, bəli, izlədik. İlk öncə siz bir söz başladınız, çox maraqlı bir söz idi. Bunu icazə verin, sizdən müəllif hüquqları qorumaq şərtilə mən bu sözü götürürüm. Siz düz deyirsiniz. İnsan avtomobilinə daha çox diqqət yetirir, nəinki sağlamlığına. Amma yadda saxlayaq ki, sağlamlığa biz vaxtında üzərində dayanmalıyıq ki, müəyyən yaşdan sonra o sağlamlıq bizi, sağlamlığımızda olan problemlər bizi məhv etməsin. Belə deyək də, yəni gəlin düzünü deyək. Hər bir millətin öz
dəyərləri, biz deyirik mentalitetdir, dəyərləridir və hər bir millətin öz xüsusiyyətləri var. Təbii ki, bu mənim səmimi sözümdür, bu efir önündə yox. Dünyanı gəzən və bir çox yerlərdə çalışan bir insan kimi, təbii ki, mənim üçün öz millətim hər bir kəsdən üstündür, orada söz ola bilməz. Amma onun müsbət tərəfləri ilə canımdır, ciyərimdir. Amma mən istəyərdim ki, bizim millətə xas olan müəyyən bir məqamları deyim. Ümumiyyətlə, hamısı, İçində də mən özüm olmaq şərti ilə biz insan eləyik ki, bizim millətdən söhbət gedir. Biz ağrımalıyıq ki, müraciət edək. Çox nadir halda, bax o deyir sizə, sadəcə bir check-up yoxlanışına gəlmişəm. Mən məsələn gün ərzində kifayət qədər pasiyent baxan bir həkiməm. Mən əgər 100% pasiyenti bölsək, mən o deyir sizə o xüsusi elə belə yoxlanmağa gəlmişəm check-up'ı, cəmi cümlətanı 1%-də görərəm ya görmərəm. 99%-də mütləq problem olmalıdır ki, şikayət olmalıdır ki, onlar gəlsinlər. Sadəcə müayinə, yenə deyirəm də, mən kifayət qədər görürəm, mən görmürəm. Nəinki mən əminəm ki, digər həkimlər, çünki bizim öz, belə deyək də, bizim millət daha çox yeməyimizi xoşlayırıq. Biz geyimimizə fikir verməyə bilərik, amma Allah can sağlığı versin. Heç bir maddi imkanı yüksək olsun, əksik olan o fərqi yoxdur. Hər birinin evinə gedəcəksiniz, görəcəksiniz ki, süfrə boldur, düzdürmü? Yəni, orada biz fərq qoymarıq. Amma sağlamlıq bizdə belədir. Amma bir şey var. Allah eləməsin, hər hansı bir sizin sağlamlıqla problemimiz olmasın. Belə bir söz var. Biz bir-birimizi ad günündə təbrik eləyəndə deyirik ki, Allah sənə can sağlığı versin, uzun ömür versin. O can sağlığını, baxın, yəni həqiqətən bu sözümü yadda saxlayın. O can sağlığının dəyərini həyatında heç olmasa sağlamlığı ilə bir dəfə də olsa problem keçirən bir insan bilir. Və o sağlamlığı gördü ki, nə olan bir şeydir, o başa düşəcək ki, o yeməkdən də, geyimdən də, var, dövlət, şan, şöhrət, necə deyim, statusdan da çox böyük vacib bir məqamdır. Və sağlamlıq, mənim bir pasiyentim var idi, o həmişə deyirdi ki, doktor, çox bir tanınmış bir simadır. Məsələn, o deyirdi ki, doktor, 100 adam zəng vursun, mən götürməyəcəm. Sizin zənginiz olan ki, mən sizi götürməyə bilərəm, mənim həyatım sizdən asılıdır. Yəni ki, mən həmişə, Allah can sağlığı versin, yəni heç kim sağlamlıqla üzləşməsin, amma yaş deyilən bir faktor var. Müəyyən yaşdan sonra biz istədik, istəmədik, sağlamlıq önə doğru gedəcək. Aytən xanım, amma bizə yazan tamaşaçılar niyə müayinəyə gedmirlər? Onu əsaslandıranda dedilər ki, qorxuruq. Məsələn, bəzən elə-belə sağlam vaxtı gedirsən, hansısa bir xəstəliyi deyirlər sənə olmadığı yerdə. Belə hallar olurmu? İndi birbaşa sizə aid bir sual deyil əslində bu, amma hər halda bu sayını işçisiz düşünürəm ki, tamaşaçının sualı budur məncə. Bəli, bilirsinizmi necə? Həmişə yadda saxlayaq ki, o belə bir söz vardır da, Allah dağını bilib, qarnını yağdırar məsələsi. Yəni, heç bir şeydən qorxmaq lazım deyil. Hər bir şey vaxtında bilinəndə, biz onun qarşısını ala bilərik. Müəyyən bir xəstəlikdir. Məsələn, tutalım, mən endokrinoloqam. Şəkərli diabet ağırlaşma verib böyrəkdə pasiyent dializlə gəlirsə, mən onu neyniyə bilərəm? Və yaxud da ki, göz dibində qansızma vurdu, körluqdursa, mən onu neyniyə bilərəm? Bir də bilirsinizmi, axı, bəzən biz şikayət gözləyirik. Ümumiyyətlə, endokrin xəstəliklərin 90%-də şikayət olunur. Mənə gələn, məsələn, şəkərli diabet ağırlaşmalarla gələn pasiyentlər, siz hələ bilirsiniz ki, onlar şikayətlə mi gəliblər? Xeyr, şikayət yoxdur. Ona görə hər halda mənim bir sözüm var da, deyir, bilirsinizmi necə, mən yaşım artdıqca onu hiss etməyə başlayıram. Mən elə bilirəm ki, yaş artdıqca insan daha çox ayağı üstündə olmalıdır. İnsan cavan olanda onu dərk etmir. Hər halda biz, məsələn, 50-60-dan sonra biz evdə uzana yox, hər halda necə xaricdə biz görürük ki, yaş artdıqca insanlar
aktiv həyatını sürürlər. Yəni Allah həyatımızı alsa da belə, mən düşünürəm ayaq üstə. Bu mənim düşüncəmdir. Hər bir insanın və bəs əlamətləri nədir? Məsələn, deyirsiniz, hiss olunmur bu tip xəstəliklər, amma hər halda ağrı kimi olmasa da bir yerdə hər halda özünü biruzə verir. O əlamətlər hansılardır ki, onu ən azından onu görən kimi gəlsinlər? Bax, deyirsiniz əlamət. Vaxt var idi, biz nə deyirdik? Biz deyirdik ki, tutalım, şəkərdən danışırıq. Şəkərli diabetin əlamətləri var. Ağızda quruluq, yanğı hissi, tezsizliyə getmə və s. Amma bugün 2024-cü il, iyun ayı, mən bir endokrinolog kimi deyirəm ki, son vaxtlar şəkərli diabet pasiyentlərinin şikayətləri yoxdur. Mən onun 9-undan şikayət görmürəm. Yenə də deyirəm, var o şikayətlər, klassik şikayətlər. Amma mən görmürəm. Mən bilmirəm, bilsizmi, xəstəliklər də modifikasiya olunub. Yəni ki, çox maraqlı bir şeydir. Mən özüm oxuduğum kitablarından görürəm paradoksdur. Nə oxumuşam, indi o deyil. Və ona görə dövrümüz elə bir dövrdür ki, yenə də deyirəm, mən bilsiz, sağlam olub uzaqdan uzağa danışmağa nə var? Axı, mən özüm bu pasiyentləri gündəlik görən bir insanım, bir həkiməm. Və mən həqiqətən o can sağlığının nə olduğunu bir o xəstələrdən, bir də məndən başqa heç kəs bilə bilməz. Bəli, demək yeganə çarə odur ki, heç yeri ağrımasa da insan müayinədən keçməli deyirsiniz ki, bu tip xəstəliklər varsa bilinsin və bu müddət necə olmalıdır? Tutaq ki, məsələn, ilin əvvəlində, yanvar ayında gəlib müayinədən keçib, bir ildən sonra mı, 3 aydan sonra mı bu müddət necə təyin olmalıdır? Baxın, bilirsinizmi necə? İndi sağlam insan, yəni gəlin belə deyək də, biz qrupa bölək də, sağlam insan, xroniki xəstəliyi olan insan, bunlar tamamilə başqa-başqa mövzulardır. Amma əgər mən orada izlədim, əksəri nisbi sağlam kimi görsəndi də, çünki elə bir xroniki xəstəliyi eşitmədim. Bəlkə də var idi, biz Azərbaycanlıyıq da, biz hər bir şeyi daha gözəl təqdim edirik. Sağlam olan bir insanın, yəni bir şikayət yoxdursa, ildə bir dəfə müayinəsi bəsdir. Yəni, cavan bir insandır, belə deyim. Məsələn, mən özüm də, tutaq ki, ailəmizdə, uşaqları deyək, uşaqlar indi sağlamdılar, belə deyim də, daha gəncdilər, onlarda nə ola bilər? Amma ildə bir dəfə, mən bir həkim olaraq, öz ailəmdə ildə bir dəfə onlara baxış keçirməyi tərcih edirəm. Təbii ki, mən bir həkim kimi də öz ailəmizdə uşaqlar olsun, yaxınlarım olsun, amma xroniki xəstəlik varsa, tamam bu başqa bir şeydir. Xroniki xəstəlik olan halda 3 aydan da bir görüşə bilərik, 6 aydan da bir görüşə bilərik. Yəni, bunlar tamamilə başqa-başqa mövzulardır. Zob dediyimiz bir bəla da var, gəlin bundan danışaq, rastlaşırıq tez-tez. Bunun əlamətləri necə görünür və nə zaman müraciət eləməlidirlər, gecikməsinlər, geciksə nə olar bununla bağlı? Demək, Sərdar bəy, əslində qalsa zob nə deməkdir? Düzdür, bütün Azərbaycan, mən məsələn qalxanvarı vəzi desəm, onu bilməyən olacaq. Amma zobu bilirəm ki, hər bir kəs biləcəkdir. Zob əslində qalsa bir rus dilindən olan qalxanvarı vəzinin böyüməsidir. Azərbaycan dilində mənası urdu. Sadəcə elə bir sözlər var ki, bu normal bir haldır. O, necə deyim də, kənardan götürülmüş sözlər. O, Türkiyədə də var, xaricdə də var, məsələn, müəyyən sözlər götürülür. Qalxanvarı vəzinin əlamətlərini soruşanda, onun əlamətləri çox fərqlidir. Amma bir də nəyə fikir verək? Bax, indi danışırıq biz, söhbət eləyirik, diqqətimiz bir-birimizdədir. Mən deyəni siz eşidirsiniz, siz deyəni mən eşidirəm. Bu, qalsın bir yana. Bizim demək qalxanvarı vəzimiz normaldır. Biz qəşəngik, saçımız, dırnağımız, dərimizdə bizdə yuxulluq, depressiya, əldə şikinlik, ayaqda şikinlik, yuxulluq və yaxud da ki, əksinə çox əsəbilik ola bilərsə, bu qalxanvarı vəzi ilə əlaqəli ola bilər. Və yaxud da ki, biz keçən dəfə danışdıq, yadınızda isə, hafizənizdə isə, qalxanvarı vəzi sonsuzluq. İndi sual verərlər ki, qalxanvarı vəzi hara, sonsuzluq hara. Amma sonsuzluq son zamanlar ən çox aktualdır. Yadınızdadırsa, mən keçən dəfə dedim, gəlin bir heç uzağa getməyək, bir yaxınımıza baxaq. Yadınızdadırsa, keçən dəfə dedim ki, əvvəllər bizim yaxınımızda o belə bir şey yox idi ki, kiminsə övladı olmadı. Sonsuzluq deyilən bir şey yox idi. Amma indi
hər nəslində, hər yaxınımızda o kəs var. Tam doğru, tam doğru deyirsiniz. Bəli, elə buradan davam edəcəyik zob və sonsuzluq məsələsindən. Proqramımızda qısa fasilə var. Suallarınızı yaza bilərsiniz müddət ərzində. Oxuyacağım əgər həkimin ünvanlanmış suallarsa təbii ki. Bir daha sabahınız xeyir əziz dostlar və biz reklamlardan qayıtdıq. Qonağımızı sizə bir daha təqdim edirəm. İnnovativ Endokrin Mərkəzinin rəhbəri Aytən Babaxanova bizləndir və fürsətdən istifadə edib belə mərkəzin adı maraqlı görünür, təqdim etdim öncə də sizi. Mərkəzlə bağlı ümumiyyətlə nə fərqliliklər var, maraqlıdır? Bəli, niyə innovativ endokrin mərkəz? İndi bilirsinizmi, Sərdar bəy, bizim daimi pasientlərimiz də bilir. Vaxt var idi, hər bir balaca mən bir müddət xaricdə də, Amerikada, yəni öz işimizlə bağlı orada, indi yox, yəni bir neçə il bundan öncə, yəni elə bilirdim ki, hər bir şeyi mən Azərbaycana çatdırmalıyam. Bilirsinizmi, xaricə getmək həm maddi baxımdan bizə indi burada çətin gəlir ki, məsələn, getdik, bu qədər ödəniş elədik, amma mən inandırım, xaricdə ümumiyyətlə həkimin qəbuluna düşmək, orada yəni bunu öyrənmək həddən çox maddi cəhətcə çox böyük qiymətlərdir. Və mən çalışdım ki, o mənim arzum idi və mən də şükür Allaha bunu yerinə yetiririk. Nə var? Yəni, elə bir endokrinologiyada, mən demirəm digər hansı bir bölgədə, endokrinologiyada elə bir yenilik yoxdur ki, biz orada yəni necə deyim də, tətbiq edək. Məsələn, biz şəkərli diabet ağırlaşmalarını ilkin öyrənək mərkəzik. Biz məsələn, öncədən bilirik ki, şəkərli diabetdə böyrək ağırlaşması olacaqdır və yaxud da ki, olmayacaqdır. Biz ümumiyyətlə, nəinki şəkərli diabet, yəni qalxanvarı vəzdir, piylənmədir, indi endokrinologiya deyəndə təkcə şəkərli diabet bilinmir. Boyla bağlı, bütün müasir o sümük bağlı, sümük sistemi. Baxın, elə bilirlər ki, sümüklə məşğul olacaqdır travmatoloq, amma sümüklə bağlı bütün, əgər mən həmişə xəstələrimə deyirəm, əgər yaş artdıqca əyilməyib, düz şux qalmaq istəyirsinizsə, öncədən sümük sisteminizi normal saxlamaq lazımdır. Çox vacib məsələdir. Doğrudan da sözün əsl innovativ işlər görürsünüz, yenilərlə birbaşa əlaqəlisiniz. Və biz zobla bağlı bir məqamda qalmışdıq. Belə bir deyimlər də var, müraciətlər də olur ki, yeni doğulan uşaqlarda da hətta bu qalxanvari vəzin problemi olur. Var mı belə faktlar? Bəli. Bilirsinizmi necə? Ümumiyyətlə bilək ki, yeni doğulmuş uşağın normal əqli inkişafı olmaq üçün ananın qalxanvarı vəzisi normal olmalıdır. Bəzən olur ki, anada amma normaldır, atada da normaldır, amma uşaq anadan gəlmə qalxanvarı vəzinin funksiyasının çatmamazlığı ilə anadan ola bilər. Və valideyn bu uşağa xüsusi diqqətli olmalıdır. Çünki bunların emosiya, rəngi sarı olur, ödemli olur, bəli, və emosiyalarına xüsusi fikir verilməlidir. Çünki bu uşağı vaxtında valideyn fikir verməsə, gələsində əqli inkişafdan geri qalma müşahidə oluna bilər. Emosiyalarında hiss olunur deyilsin həmin yaşdan. Mütləq. Əlbəttə, bilirsinizmi necə? Hər bir, məsələn, ana bilir ki, hər uşağın özünə məxsus, tutaq ki, 3 aydan 6 aya qədər bunu etməlidir. 6 ayda məsələn. Və görür ki, valideyn görür ki, onun uşağının o addımları digər uşaqlardan fərqlənir. Bu artıq bir siqnaldır ki, demək, uşaqda qalxanvarı vəzni yoxlamağa gərək var. Biz tamaşaçılara müraciət eləmişdik ki, sualı olsa həkimə ünvanlaya bilərlər. Amma birbaşa sizlə bağlı sual deyil, sahənizlə bağlı deyil, amma həm də sizə aid ola bilər. Deyir ki, niyə görə tamaşaçımız sual verir? Niyə xəstəxanalardan firma dərmanları yığışdırılmır? Belə bir sual verib, yəni bilməm nə dərəcədə uyğun sualsa. Baxın, indi mən o suala cavab verim, düzdür. Bu ümumi bir sualdır, sırf təbii ki, mənim işimlə bağlı deyil. İndi yox, haradasa bir Sovet dövrü, 80-ci illər, mən indi yəni uşaqlıq dövrlərimizdə cəmi cümlətanı hər bir dərmandan, məsələn, 3-5 ədəd tutalımdır. Məsələn, antibiotikdir, adlarla idi. Bu, məsələn. Və yaxud da ki, tutaq ki, hər hansı bir dərman idi, bu. Yəni 3-5 dərman. İndi olsun 3-5, yəni simvolik deyirəm təbii ki. Yəni çox məhdud idi. Və o dərmanlar, onların analogu yox idi də. Yəni belə deyim də. Bəli, yox idi. Amma bilirsinizmi, bir vaxt var idi, bilməm hafizənizdədirsə, biz indi maşallah hər tərəf bolluqdur. Sadəcə maddiyyat yaxşı olmalıdır. Amma vaxt yox idi mi, biz çörəyə görə növbədə dayanırdıq. Bəli. Yəni,
Belə bir dövrlər. Sonra bir dövr gəldi ki, artıq kapitalizmdir. Yəni, bütün, necə deyim, qapılar açıldı. Biz artıq dünyaya girmişik. Yəni, Avropa, Amerika, yəni biz dünya ilə, bilirsinizmi, biz burada ola bilərik. Axşam, məsələn, 6-dan sonra mən konfransa, İspaniyada konfransa qoşuluram. Yəni, o demək deyil ki, mən ora getdim. Yəni, sözümüzü nəyə gətirib çıxardırım? Və təbii ki, dünyaya qoşulduqca, belə deyək də, hər bir ölkənin öz dərman şirkətləri var. Azərbaycanda, bax, deyirlər, firma, qeyri-firma. Ümumiyyətlə, bütün dərmanlar firmadır. Hətta, o, heç adını çəkmək istəmirəm, o belə köhnə Sovet dövrünün dərmanları var idi. Hətta o dərmanlar da şirkət dərmanlarıdır. Sadəcə, necədir? Onlar bölünəcəklər. Baxın, mən deyim, nəyə görə onlar bölünürlər və qiymətləri niyə fərqlidir? Brend qiymətlər, dərmanlar, yəni nə deməkdir? Məsələn, tutaq ki, bu dərman özünü doğruldubdur. Məsələn, Danimarkanın hər hansı bir X şirkətinin dərmanıdır və bu dərmanı necə o maşınları satışa çıxardanda, məsələn, o brend maşınlar var. İndi Mercedes, indi onlar onsuz da reklamı olunan maşınlardır. Məsələn, bu dərmanlar da illərlə tədqiqat aparılıb və 10 il insanlar üzərində aparılıb, bunların müsbət və mənfi tərəflərini görürlər və brend adı ilə buraxılır, məsələn, ölkələrə. Və təbii ki, bu dərmanların qiymətləri olacaqdır bahalı. Niyə? Çünki bu dərmanlar sınaqlardan keçmiş dərmanlardır. Amma bəzən brend bahalı olmayan da dərmanlar olur, amma bu çox nadirdir. Amma əksəri bahadır. Və yaxud da ki, olur ki, məsələn, Danimarka yox, hər hansı bir balaca bir ölkədə, balaca bir, baxın, belə bir yer götürür özü üçün, səmimi deyirəm sizə, və orada bir dənə, iki dənə bir farmasevt götürür, hardandır bilinmir və başlayır orada dərman istehsal etməyə. İstehsalat yox, tədqiqat yox və bu dərmanı iki eyni dərmandır. İki eyni dərmandır. Məsələn, sümük üçün hər hansı bir dərmandır. Biri olacaqdır, məsələn, 50 manat, biri olacaqdır, tutaq ki, 15 manat. Yəni, 10 manatdan aşağı ümumiyyətlə dərman yoxdur. Və bunlar nə ilə fərqlənəcək? Görürsünüzmü? Yəni, tədqiqat keçən dərman daha dəyərli oldu. Amma bəzən sual verirlər ki, doktor, mən ucuz dərman istəyirəm. Məsələn, olur da, yəni, pasiyent mənə ucuz dərman. Mən də, bilirsinizmi nə deyirəm? Mən sizə o dərmanı yaza bilərəm ki, mən onu öz yaxınıma rəva verirəm. Və ona görə ucuz yox, keyfiyyətli dərmana üstünlük vermək lazım. Aytən xanım, təşəkkür edirəm sizə. Təşəkkür edirəm, çox sağ olun. Daim üzünüz gülsün. Elə pasiyentlərinizlə görüşəndə də çox ciddi problemlə gəlməsin yanınıza və gələndə də öhdəsindən gələ biləsiniz həmin xəstəliklər. Minnətdarıq sizə. Təşəkkür edirəm, çox sağ olun. Əziz dostlar, proqramımızın sonuna gəlib çatdıq. Sonda mən geyinmə görə Rodrigo Geyim mağazaları şəbəkəsinə təşəkkür edirəm. Siz də ekranda görürsünüz. Təbii ki, səhhətdən önəmli məsələ deyil, amma geyimsiz də olmur. Yaxşı görünmək də bir növ insanın səhhətdə də gözəl təsir edir. Rodrigo'dan